Düzxətli hərəkət edən iki cismin hərəkət tənlikləri uyğun olaraq x1 bərabərdir 60 minus 4t və x2 bərabərdir 20 üstəgələk 6t şəklindədir. 5-ci saniyənin sonunda cismin arasındakı məsafəni tapın. Gəlin yazaq. x1 nəyə bərabərdir? 60 çıxılsın 4t. 60 çıxılsın 4 vurulsun 5. Yəni 60 çıxılsın 20. Bu mənə verəcək 40. x2 bərabərdir 20 üstəgələk 6t. 20 üstəgələk 6 vurulsun 5. 20 üstəgələk 30 mənə verəcək 50. Aralarındakı məsafəni soruşduğuna görə 50-dən çıxırıq 40-ı. Qalır 10 metr, cavab olur A variantı. Düzxətli bərabər təcili hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilibdir. İlk 5 saniyə ərzində getdiyi yolu tapın. Baxın, getdiyi yol deyəndə bir bu fiqurun sahəsini tapacağıq. Bir də bu fiqurun sahəsini tapıb toplayacağıq. Biri mənfidədir, bir müsbətdədir. Amma mənfi nəzərə almırıq, çünki bizdən gedilən yolu soruşur. Gəlin birinci baxaq bu fiqurun sahəsinə. Yazaq bir S1 ilə. S1 bərabərdir. Burada bir üçbucaq var, görürsünüz. Üçbucağın sahəsi. 2 bölünsün 2, vurulsun -8, cavab edir -8. S2 nəyə bərabərdir? Deməli, oturacaq 5 çıx 2, yəni 3, bölünsün 2, vurulsun hündürlükdə 12-dir. Deməli, cavab eləyəcək 18. Gedilən yolu soruşduğuna görə mən 8 ilə 18-i cəmləyəcəm. Artıq bunun mənfisini nəzərə almayacağım. Cavab eləyəcək 26 metr B variantı. Düzxətli hərəkət edən cismin koordinatının zamandan asılılığı x bərabərdir 4t kvadrat üstəgələk 6 üstəgələk 5t şəklindədir. Başlanğıc sürəti və təcilin x ox üzrə proyeksiyası. Bunun üçün koordinatdan bir dəfə törəmə alıb sürəti taparam. Yazaram 8t üstəgələk 5. Deməli, tənliyim necədir? V0 plus AT-dir, düzdürmü? Bax, bu tək olan sürətdir. Yəni, mənim sürətim, başlanğıc sürətim olacaq 5. T-nin yanında olan isə A-dır. A-ım da olacaq 8. Cavab olacaq Y variantı. Xətli hərəkət edən cismin koordinatının zamanın asılı qrafiki hiperbola şəklində verilmişdir. 1 və 2 nöqtələrinə və 3 nöqtələrinə uyğun sürətin qiymətləri arasında. Baxın, 1 ilə 3-ün yerdən olan hündürlükləri eyni olduğuna görə burada sürətlər bərabərdir. Amma 2-də isə 0-a bərabərdir. Çünki bu yuxarı doğru atılmış cismin hərəkətidir. Birinci Y ox üzrə yavaşlayan hərəkət edir. Ondan sonra Y oxun əksi istiqamətdə sərbəst düşməyə başlayır. Deməli, ikinci nöqtədə bir anlıq dayanır. Ondan sonra aşağıya doğru sərbəst düşmə hərəkəti icra edir. Cavab olacaq Y variantı. Düzxətli hərəkət edən qatar 60 km yolu 1 saata, sonraki 240 km yolu isə 3 saata gedir. Bütün yolda orta sürət nəyə bərabərdir? S1 plus S2 bölünsün T1 plus T2. Yəni S ümumi bölü T ümumi. S1'imiz 60, S2'miz 240, zamanlarımız isə 1 və 3 saatdır. Yəni cəmi olacaq 4 saat. Olacaq 300 bölünsün 4, da mənə verəcək 75 km bölünsün saat. Düzxətli bərabər yeniləşən hərəkət edən cismin getdiyi yolun zamandan asılığı. Qollar açılır və baxın bu şəkildə kvadratik asılılıq var. Yəni nəyə bərabərdir yol düzülməsi? V0 t plus AT kvadratı bölü 2. Buradan da görürük ki, ST-nin kvadratı ilə düz asılı olacaq. Çevre üzrə bərabər sürətli hərəkətlərdə radius vektorun dönmə bucağının zamandan asılılıq diaqramı verilmişdir. Bucaq sürətinin ən kiçik qiyməti. Ümumiyyətlə, bucaq sürəti nəyə bərabərdir? Radius vektorun dönmə bucağının zamandan nisbəti. Deməli, deyir, bucaq sürətinin ən kiçik. Bucaq sürətinin ən kiçik olması üçün bucaq sürəti zamandan tərs asılıda T-nin ən böyüyünü götürməliyim. İşarələdim. Və omega ilə də fi düz asılı olduğuna görə omega kiçikdirsə fi də ən kiçik olmalıdır. Onda fi-nin kiçiyini də işarələdim. Harda kəsişdi? 3 nöqtəsində kəsişdi. Cavab olacaq C. Maddi nöqtə 4 metr radiusu çevre üzrə bərabər sürətlə hərəkət edir. Bucaq sürəti 2 radyan bölü saniyə olarsa mərkəzi qaçma təcili. Radiusu verib, bucaq sürətini verib, onda A-nın omega kvadratı R düsturundan istifadə edə bilərəm. Omega 2-dir, kvadratı 4, radius 4, eləyəcək 16 metr bölünmüş saniyənin kvadratı. Periodu 8 saniyə olan cisim 20 sm radiusu çevre üzrə sadə əqrəbinin əksi istiqamətində bərabər sürətlə hərəkət edir. K nöqtəsini keçdikdən sonra ilk 4 saniyə ərzində cismin yer dəyişməsinin modulu. Bax, cisim K nöqtəsindədir. Bir dəfə fırlanıb gəlir təkrar K nöqtəsinə. Deməli, buna 8 saniyə ümumilikdə vaxt sərf edibdir. 8 saniyə. İndi 4 saniyə ərzində, yəni onun yarısı. 4 saniyə ərzində o da çevrənin bax yarısı. Bax, bu nöqtəyə gəlib çatacaqdır çevrənin radiusuna. Onda mənim yer dəyişməm 2-də 1 periodda, yəni çevrənin yarısına nəyə bərabər olur? Yer dəyişməm 2 yerə bərabər olur. Yəni 2 vurulsun 20 olacaq 40 cm C variantı. Üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin bucaq sürəti 15 radyan bölü saniyə olarsa dövrətmə tezliyi. Bucaq sürəti 2pi n-ə bərabərdir. Buradan n-i tapanda nə edirik? Omeganı 2piyə bölürük. Omeganı bizə 15 verib, 2, p-ni də 3. Deməli, 15 ilə 3 ixtisar aparaq. Burada qalsın 5, 5-i də 2-yə böləndə olacaq 2,5.
Saniyenin üstü mənfi 1. Verilmiş radiusu çevirə üzrə bərabər sürətdə hərəkətdə xətt sürətin bucaq sürətinin asılılığı. Verilmiş radiusu dediyinə görə burada r sabit götürməliyəm. R konstant götürməliyəm. Onda v bərabərdir omega r düsturundan istifadə edirəm. R sabitdirsə omega v ilə necə asılı olacaq? Düz mütənasib. Çevirə üzrə bərabər sürətlə hərəkətdə maddi nöqtələr mərkəzə qaçma təcilini 4 dəfə azaldıb. Azaldanda tezlik necə gəlir? Yəni tezliyin təcilin üstünü yazaq. 4pi kvadrat r n kvadrat. İndi mənə deyir ki, r sabitdir. 4pi kvadrat onsuz da sabitdir. Onda a n kvadrat ilə düz asılı olacaq. İndi deyir təcili 4 dəfə azaltmışıqsa, onda tezlik nə qədər azalıb? 2 dəfə azalıb ki, onda kvadratı qədər a azalıb da. Cavab olur Y variantı. R radiusu çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin n tam dövr ərzində getdiyi yol. Baxın, bir çevrənin uzunluğu 2 pi yerdir, düzdürmü? N tam dövr edəndə də bir n-ə vururuq, onda gedilən ümumi yolu tapırıq. Cismə tətbiq edilmiş 3 qüvvənin əvəzləyicisi. Baxın, F1 və F3 qüvvələrinin. Bu F1 və F3 qüvvələrinin əvəzləyicisi, bax, budur. Qəşək çəkək. Bax. Bu F1 ilə F3-ün əvəzləyicisi, bax, elə bu F2 vektoruna bərabərdir. Deməli, mənim F əvəzləyicim nəyə bərabər oldu? Əvəzləyici qüvvəm 17-dir. Bir də onunla eyni istiqamətdə bir F2 var. Onda 17 ilə 17-ni toplayıram. Cavab eləyir 34 Newton mənim ümumi əvəzləyici qüvvəm. Hamar üfüqi müstəvi üzərində 2 tircik çəkisiz iplə bir-birinə bağlanmışdır. M1 kütləli tircik 5 Newton qüvvət təsirlə dartılır. Kütlələri 400 qram, 600 qram olarsa ipdə yarının gəlmə qüvvəsi. Baxın, bundan A-nı tapaq. A nəyə bərabərdir? F əvəzləyici bölünsün sistemin kütləsi. Mənim qüvvəm 5-dir. Sistemin kütləsi isə 400 qram, 600 qram, 1000 qram, o da 1 kiloqram eləyir. Bölürük 1-ə, cavab eləyir 5 metr bölünsün saniyənin kvadratı. İndi məndən ipdə yarının gəlməni soruşur. Bax, bu sistemdə A təcili ilə sağa doğru meyl eləyir. Deməli, bu M2 kütləli cismə bir dənə nə təsir eləyir? Ancaq T gərilməsi təsir edir. O T nəyə bərabərdir? M2 A şəklində yaza bilərəm. M2 0,6 kiloqram, 5-ə də vururam, cavab eləyir 3. Deməli, ipdə yaranan gəlmə 3 Newtondur. Bir ucu bərkidilmiş dinamometrin göstəricisine əsasən onun sərbəst ucuna təsir edən qüvvənin qiyməti. Baxın, ümumiyyətlə, qüvvənin qiyməti nəyə göstərir? 40 Newton göstərir. Xəta isə bir bölgünü tapıram. Yəni, bir bölgünü tapaq. 10 çıxılsın 0. Bölünsün, aralarındakı bölgülərin sayı 2-dir. Cavab eləyəcək 5. Düzdürmü? 5-in də yarısı mənə xətanı verəcək. Deməli, dinamometrimin göstərişi 40 Newtondur. Cihazın xətası isə 5-dir. Daha doğrusu 2,5-dir. Cavab olacaq D variantı. Verilmiş fiziki kəmiyyətlərdən hansının BC-də vahidi kiloqram bölü metr kubudur? Bu sıxlıq olacaq. Rho nəyə bərabərdir? M bölünsün V-yə. Kütlə vahidi kiloqramdır. Həcmi vahidi də metr kubudur. Bu da mənə verdi sıxlıq, cavab oldu Y variantı. Üfüqi səth üzərində sükunətdə olan verilmiş kütləli cisim F qüvvənin təsirlə hərəkət etdirilir. Cismin təcilinin F qüvvəsinin qiymətindən asılı qrafikinə əsasən onun kütləsini tapın. Kütlə nəyə bərabərdir? F bölünsün A-ya. Daha doğrusu F bölünsün M-ə. Qüvvəm 50-dir. Təcrim də 2-dir. Nə qədər eləyəcək? 25 kiloqram. Hansı cihaz vasitəsilə mürəkkəb formalı kiçik ölçülü bir cins bət cismin həcmini ölçmək olar? Menzurka ilə ölçə bilərik. Kütlələri 500 qram, 800 qramla iki cismin qarşılıqlı təsir zamanı birinci cismin ikinci cismə təsir 0,4 Newtondur. Deməli, birinci cismin aldığı təsir soruşur. Ümumiyyətlə, iki cisim qarşılıqlı təsirdədirsə, Newton 3-cü qanuna görə birinci cisim ikinciyə hansı qüvvə ilə təsir edirsə, ikinci də birinci qüvvə ilə təsir edir. Onda mən F1 yazıram M1 A1-ə. Mənim birinci cismin təcilini soruşur. A1 nəyə bərabərdir? F1 bölünsün M1. F1-im nə qədərdir? Verib 0,4. M1-im nə qədərdir? 0,5. Bu da mənə nəyi verəcək? 0,8 cavab olur B variantı. Əvəzləyici qüvvənin sabit qiymətində cismin aldığı təcil. F nəyə bərabərdir? M-A. Təcil kütlədən asılığı. F sabitdirsə, M-la yan-yanadır. Deməli, bir-birindən tərs asılı olacaq. Düzxətli hərəkət edən A cisminin koordinatını, B cisminin isə sürətinin proyeksiyasının zamanın asılılıq qrafikinə əsasən Euler Venn diaqramında uyğun bətləri müəyyənləşdirin. Necə hərəkətdir? İkisi də düzxətli bərabər sürətli hərəkətdir. Cisim bərabər sürətlə hərəkət edir, ikisi də bir gedəcək ortaya. Necə hərəkət edilir? Bax, cisim bu koordinat başlanğıcına sürüşdürsə, bax, bu qrafiki
Deməli, bu x ox əksi istiqamətdə hərəkət edirdi. Gərisi x ox istiqamətdə hərəkət edir. X ox istiqamətdə hərəkət edən ikinci cisimdir. X ox əksi istiqamətdə hərəkət edənsə birincidir. Gedilən yol yer dəyişməyə bərabərdir. Düz xəttli bərabər sürətli hərəkətdə gedilən yol yer dəyişməyə bərabər olur. 4-də ortaya gedir. 1, 4. Cavab olur A variantı. Deməli, ədədi qiymətcə vahid zamanda sürətin dəyişməsinə bərabər olan fiziki cəmiyyət mənə verəcək təcili. 4. Bir cismin digər cismə təsirini xarakterizə edən fiziki cəmiyyət olacaq qüvvə. Cismin aldığı təcil ona təsir edən qüvvənin əvəzləyicisi ilə düz mütənasibdir, kütləsi ilə isə tərs mütənasib asılıdır. Yəni 4, 3, 1 və 2. Sürətli hərəkət edən verilmiş kütləli cismin sürət zaman tənliyi S bərabər 8-də şəkillədir. Cismə təsir edən əvəzləyici qüvvə 40 Newton olursa cismin kütləsi F nəyə bərabərdir? M A-ya. Deməli, məndən kütləni soruşursa F-i böləcəm A-ya. F-im 40-dır. A-nı da tapanda bax sürətdən bir dəfə törəmə alıram. A-nı tapıram. O da eləyir 8. Həm də bilirəm də T-nin yanındakı elə mənim təcilimdir. 40-ı bölürəm 8-ə cavab eləyir nə qədər? 5 kiloqram. Cismə əks istiqamətlərdə tətbiq olunan iki qüvvənin əvəzləyicisi 3 Newtondur. F2 15 Newton olarsa F1-i tapın. Bax, A ilə F eyni istiqamətdə olduğuna görə A ilə F1 onun görə F1 daha böyükdür. Yazıram F1 çıxılsın F2 bərabərdir. F əvəzləyici əks istiqamətdədir, həm də çıxırıq da. Bax, F2-ni mənə verib 15-dir, əvəzləyicini də verib mənə 3. Onda mənim F1-im nəyə bərabər olacaq? 15 ilə 3-ün cəmi 18 Newton. Sürət vahidləri aşağıdakılardan hansı münasibət düzgündür? Baxın, 1 metr böl saniyə, 1 kiloqram böl dəqiqə. Bax, kiloqramı tapanda nə edirik? Mini 1 kiloqram 1000 metr, dəqiqədə 60-dır. Aparırıq, nə qalır? 3-də 50 qalır da. Bu da 1-dən böyükdür. Ona görə 1 metr böl saniyə 1 kilometr böl dəqiqədən kiçik olur. İndi 1 metr böl saniyə 1 kilometr böl saat. Kilometr, bax, deməli 1000-dir. Saat da saniyə çevirəndə bölü 3600-ə. Sıfır ixtisar gedir. Burada da hardasa 1-dən kiçik rəqam alınır da. 2 ixtisar aparsaq 18, 2 ixtisar aparsaq 5, bəli, 18-də 5 1-dən kiçikdir. Ona görə 1 metr böl saniyə 1 kilometr böl saatdan nə olur? Böyük olmuş olur. Yəni 5-i də götürürəm. Uyğunluğu müəyyən edin. Şərqli aşağı istiqamətdə hərəkət edən liftin sürətinin olduğu zaman asılılıq qrafiki verilmişdir. Aşağı doğru. Təcil aşağı doğrudur. İndi baxaq 0 T1 anda cisim yeyinləşir. Yeyinləşirsə təcillə sürət eyni istiqamətdə olur. Cisim necə hərəkət edir? Yeyinləşən B getdi bura və təcil şaqlı aşağı istiqamətdə yönəlir. C də getdi birinciyə. İndi baxaq ikincində necə hərəkətdir? Düzxətli bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkət olduğuna görə əvəzləyici qüvvə 0-a bərabərdir. Y gedir ikinciyə. Üçüncüyə baxaq. Cisim şaqlı istiqamətdə lift aşağı düşür. Yəni sürət aşağıdır. Amma necə hərəkət edir? Yavaşlayan hərəkət olduğuna görə T2 T3-andır. A onun əksinə yönəlir. Deməli təcil şaqlı yuxarı yönəlir. D gedir bura. Cisim də necə hərəkət edir? Yavaşlayan hərəkət edir. A da gedir bura. Çeviri üzrə bərabər sürətli hərəkət maddi nöqtənin K nöqtəsindən keçən anda sürət və təcil vektorlarını çəkin. Ümumiyyətlə sürət çevrəyə toxunan olur. Bu sürətdir. Ona perpendikulyar mərkəzə doğru yönələnsə mənim təcil vektorumdur. 50 sm uzunluqlu çəkisiz ipin ucuna bağlanmış cismin şaqlı müstəvidə fırladaraq çeviri üzrə bərabər sürətlə hərəkət etdirilir. 5 dəqiqə ərzində 300 dövr edən cismin xətti sürəti. Aşağıya doğru bunun bir MJ-si var. Düzdürmü? Yuxarıya doğru da təcili var. Bir də ipdə yaranan bir gərilmə var. Ona görə yazıram. İndi mənə bax ipin uzunluğunu verib. İpin uzunluğu elə mənim radiusumdur. Verib 0,5. Zamanı verib 5 dəqiqə 60-a vuranda olacaq 300. Dövrlərimin sayını da verib 300. Gəl birinci buradan xətti sürət tapaq. 2πr n. N də yerinə böyüyən bölünsün T yaza bilərəm. 2 vurulsun 3 vurulsun 0,5 vurulsun 300 bölünsün 300. 300'lər ixtisar getdi. 6 vurulsun 0,5. Onda mənim xətti sürətim olacaq 3 metr bölünsün saniyə. Bərabər sürətdə hərəkət edən iki avtomobilin başlanğıc zamanındakı vəziyyətləri təsvir edilmişdir. Sürətləri verib 10 saniyə ərzində onun arasındakı məsafəni soruşur.
Deməli, bunu koordinat başlanğıcında qəbul edək. Bunu isə 50 koordinatında qəbul edək. Aralarındakı məsafə 50-dir. Onda birinci üçün koordinat tənliyimizi yazsaq, nəyə bərabərdir? Düz xətti bərabər sürətli hərəkətdir. X0 üstə gələk, Vx t-dir də, düzdürmü? X0 sıfıra getdiyinə görə olur Vx t. Sürəti 30, vururuq zamana. İkinciyə baxaq. 50 koordinatındadır, yəni X0 50-dir. Üstə gələk Vx t, yəni 20 t-yə. İndi baxaq. Birinci görək neçə saniyə sonra görüşürlər. Bax, t görüş anında nə edirik? Aralarındakı məsafəni nisbi sürətə bölürük. Eyni istiqamətdə olduğundan çıxırıq. Yəni 10, 50-ni bölürük, ona eləyir 5. Deməli, ilk 5 saniyə ərzində nə olacaqlar? Deməli, aralarındakı məsafə azalacaq. Ümumiyyətlə, məntiqlə yanaşsaq, arxada gələnin sürəti qabaqda gələn sürətindən çoxdur. Ona görə onlar nə olacaq? Arxadakı qabaqdakına yaxınlaşacaq. Aralarındakı məsafə azalacaqdır. Düzdürmü? Onda 5 saniyə ərzində, 5-ci saniyədə onlar arasındakı məsafə olacaq 0. Yan-yanadılar. Görək, növbəti 5 saniyə ərzində nə olacaq? Onun üçün də nə edirik? X1 bərabərdir. T-nin yerinə yazırıq, deməli, 10. Deməli, 30 vurusunun olacaq 300. 50 üstə gələk, 20-ni vururuq ona, 200 olur, 250. Deməli, gördüyümüz kimi 10 saniyənin sonunda da onlar arasındakı məsafə nə olacaq? Yenə 50 metr olmuş olacaq. Deməli, növbəti 5 saniyə ərzində də, yəni 10 saniyədə onlar arasındakı məsafə yenə 50 metr olmuş olacaq. 50 sm uzunluqlu çəkisiz ipin ucuna bağlanmış cisim şaqrım sistemdə fırladılar. Çevrə üzrə bərabər sürətlər hərəkət edir. 5 dəqiqə ərzində 300 dövr edərsə, yenə yazırıq 2 pi r n bölünsün t. 2 vurulsun, 3 vurulsun, 0,5 vurulsun, 300, zamanında 5 dəqiqədir, 60-a vururam ki, saniyə çevirim, o da 300. 300-lər ixtisar gedir, 6 vurulsun, 0,5 də mənə verir, 3 metr böl saniyəni. Deməli, sürət çevrəyə toxunan olur bu istiqamətdə, təcil ona perpendikulyar çevrənin mərkəzinə doğru yönəlir, A da bu istiqamətdə. Tezliyi 2 dəfə artırılır, bu zaman xətti sürət. Bax, 2 pi r n-dir, düzdürmü? Və n-dən dözüm tənasib asılıdır. Əgər mənim tezliyim 2 dəfə artırılsa, uyğun cismin xətti sürətinin dövrətmə tezliyindən asılıdır. Nə olacaq? Sürət də 2 dəfə artmış olacaq. Onda belə yazıram da, v-nin n-dən asılığın. Deməli, düzüm tənasib asılıq çəkirəm. Baxın, n olanda sürət olur v. 2 dəfə artırılıb 2 olur n olanda sürət olur nə qədər? 2v.